ot bitkilərinin üstünlük təşkil etdiyi təbii zonalarda formalaşan bu torpaq tipi humusun miqdarının çox olması ilə fərqlənir. Əsasən buğda, günəbaxan, şəkər çölü və sairə əkilən bu torpaqlar dünyanın ən məhsuldar torpağı hesab olunur. Sualımıza nəzər salaq. Mətndə verilmiş torpaq tipinin yayıldığı ölkələri müəyyən edib yazın. Ən azı 3 nümunə. Ümumiyyətlə, bu situasiyadan belə çıxır ki, söhbət çöl təbii zonasından gedir və çöl təbii zonası ərazisində də əsasən qara və bizdə ən məhsuldar torpaq soruşur və söhbət qara torpaqlardan gedir və burada bizə əsasən 3 nümunə istəyir ən azı və biz burada bənd kimi qeyd edə biləcəyimiz ölkələrin içərisində kimlər ola bilər, hansı ki, çöl təbii zonasına uyğun gələn, biz bura uyğun gələ biləcək ölkələrin içərisində Çin kimi, Rusiya Federasiyası kimi, eyni zamanda biz bura Ukraynanı, və dediyimiz kimi əsasən subtropik və mülayim iqlimdə yerləşən bu təbii zonaları rast gəlməyimiz ölkələrə aid 3 dənə nümunə göstərməliyik. Bunların içərisində Rusiya, Ukrayna, Çin kimi, Argentina kimi, eyni zamanda Uruqvay və bir çox başqa bura Qazaxıstan kimi ölkələrdən və yaxud da ki, bura ABŞ-ı əlavə eləyə bilərik. ABŞ kimi və ya Monqolistan kimi ölkələr və sairə bunun kimi ölkələri qeyd etsək, ən azı 3 nümunə kimi bu testdə doğru bənd kimi olmuş olacaq.